Salam, mən Nərmin müəllimə. Sizinlə deyim 2025 bioloji toplusundan növbəti bölmə, yəni yosunlar bölməsinin daha doğrusu davamını paylaşacağam. Deməli, ötən dəfə 28-də qalmışdıq. 29-u izah eləmirəm. 28 ilə 29 eyni tipdir. Sadəcə olaraq N2-in yerinə N3 yazmalıyıq orada. Başlayırıq 30-dan. Ulutriksin zigotundan spor nə zaman əmələ gəlir? Ulutriks və Ulutriks timsalında deyirik ki, yosunların əksəriyyəti, niyə əksəriyyət deyirik? Laminariya və porfira kimi nəsil növbələşməsi baş verən yosunlardan başqa, digərlərinin cinsi çoxalması baş verir əlverişsiz şəraitdə, qeyri-cinsi yolla çoxalması baş verir əlverişli şəraitdə. İndi deməli deyirik ki, qeyri-əlverişli şəraitdə cinsi çoxalma baş verir. Daha doğrusu, qeyri-əlverişli şəraitdə, yəni əlverişsiz şəraitdə cinsi çoxalma baş verir. Burada nə baş verir? Mitoz bölünmə ilə yaranır qametlər. Daha sonra bu qametlərin bir-birindən birləşməsi prosesi adlanır mayalanma və mayalanma nəticəsində əmələ gəlir ziqot. Bax, bunlar hamısı baş verir əlverişsiz şəraitdə. Əlverişli şəraitdə isə artıq deməli yazda havalar isinməyə başlayanda, yəni adətən belə deyirik ki, həmin bu qalın qabıqla örtülüb də qışlamış ziqotun içərisində baş verir meyoz bölünmə və meyoz bölünmədən inkişaf edir qamçısız sporlar, məhz Ulutriksdə ki, bu da qamçısız sporlar hər biri yeni bir Ulutriksə başlanğıc verir. Ulutriksin zigotundan sporlar nə zaman əmələ gəlir? Əlverişli şəraitdə. Ziqotun sakitləşmə mərhələsi keçdikdən sonra bölünməsi zamanı. Cinsi çoxalma zamanı 200 ədəd sapşəkilli Ulutriks yosunun alınması üçün neçə qamet, neçə ziqot lazımdır? 200 ədəd sapşəkilli Ulutriks, o deməkdir ki, burada 200 ədəd qamçısız spor əmələ gəlmişdir. 200 ədəd qamçısız spor əmələ gəlir meyoz bölünmə ilə ziqotdan və deyirik ki, bir ziqotdan 4 dənə qamçısız spor əmələ gəlirsə, 200-ü böləcəm 4-ə cavab eləyəcək 50. Deməli, burada 50 dənə ziqot lazımdır. Ziqotumuzun sayı 50 və bir ziqotun əmələ gəlməsi üçün 2 qamət lazımdır. Qamətimizin də sayı 100. Cinsi çoxalma zamanı 400 ədəd sapşəkilli Ulutriks yosunun alınması üçün neçə qamət və neçə ziqot lazımdır? Eyni ilə 400 ədəd sapşəkilli Ulutriks əmələ gəlibsə, yəni yetkin Ulutriks əmələ gəlibsə, deməli burada 400 ədəd qamçısız spor inkişaf etmişdir. 400 ədəd qamçısız spor bir ziqotun 4 yerə bölünməsindən əmələ gəlir 4 spor. 400 spor da əmələ gələcək. Deməli 100 dənə ziqotdan. Deməli, ziqotumuzun sayı 100. Bir ziqotun da əmələ gəlməsində 2 qamət iştirak edir, yəni 200. Davam edirik. Növbəti sual 33. Euler Venn diaqramına əsasən X, Y və Z üçün düzgün olan ifadələri müəyyən edin. Cinsi və qeyri-cinsi yolla çoxalır həm Ulutriks, həm də xlamidamanadı. Bədən bir hüceyrədən ibarətdir. Xlamidamanadı Ulutriks isə çox hüceyrəli sapşəkilli yosundur. Qırmızı gözcüyü var, aktiv hərəkət edən və avtotrof yolla qidalanan əksər canlılar kimi, eləcə də xlamidamanadanın zoosporları 4 ədəd qamçıya malikdir. Ulutriksin. Qapanmayan halqa şəkilli xromatofora malikdir. Ulutriks. Xlorofil pigmentinə rast gəlinir bütün yosunlarda istisnasız olaraq. Sual nömrə 34. Akvariumda əlverişsiz şəraitdə Ulutriksin 4 ziqotunun əmələ gəlməsində iştirak edən qamət. 4 ziqotun əmələ gəlməsində iştirak edəcək 8 dənə qamət. Qamətlərdəki qamçıların sayı. Hər qamətdə də 2 dənə qamçı var, deməli 16 qamçı. Qamətlərdəki qamçıların sayı 16. Sayının əlverişli şəraitdə xlamidamanadanın 4 ziqotundan 4 dənə ziqot, 4 ziqotundan əmələ gələn zoosporlardakı qamçıların sayı 4 dənə ziqotdan əmələ gələcək. Deməli, bir ziqotdan 4 dənə zoospor əmələ gəlirsə, 4 ziqotdan 16 zoospor əmələ gələcək və bütün zoosporlar, yəni
o xlamidemanadanın bütün zoosporları içi qamçıları da bərabər olacaq 32-yə, 16-nın 32-yə, yəni 1-in 2-yə nisbəti. Davam edirik. 35. Sxemdə cinsi çoxalma təsvir olunmuşdur. Boşluqlara uyğun cümlələri yazın. Deməli, ziqot əmələ gəlir və ulotrix. Burada da sprogiradır və iki yosun talon bir-birinə yaxınlaşır, yəni konjugasiya prosesidir. Nüvələrin birləşməsi və ziqotun əmələ gəlməsi. Hə, özü biz aşağıda düz cümləni qeyd eləməliyik. Yaxşı. Deməli, ziqot əmələ gəlir. Burada ziqotun əmələ gəlməsi yazırsa, deməli, ziqotun əmələ gəlməsi yazmaq biraz bura uyğun gəlmir. Olur, fiksiyasında ziqotun əmələ gəlməsi, baxaq görək nəyir. Meyoz yolla bölünərək 4 ədəd yeni fərdə başlanğıc verir. Məncə bunu biz 3-ə yazmalıyıq. 4-ü yazmalıyıq 3-ə. Baxaq görək belə bir variantımız varmı? Deməli, 3-ün qabağında 4. Hə, var. A-da var və C-də var. Sonra indi burada görək qabağında 2-dir. 1-də 2-dir. Görək düzgün gəlirmi? 2. Eyni tipli haploid xromosom yığımına malik qametlər əmələ gəlir. Bəli, tamamilə doğrudur. Deməli, əvvəlcə qametlər əmələ gəlir, daha sonra qametlər birləşir, ziqot əmələ gəlir və ziqotdan da meyoz yolla bölünərək 4 ədəd yeni fərdə başlanğıc verir. İndi görək sprogera necə yerləşdiririk? 2 və 3. Deməli, burada nə qaldı? 1 qaldı, bir də 3 qaldı. Düzdürmü? Hə, 2, 4 getdi, 1, 3 qaldı. 1. Nüvələrin birləşməsi və ziqotun əmələ gəlməsi və 3. Hüceyrələrin möhtəviyyatının bir-birinə qarışması. Hə, birinci möhtəviyyat bir-birinə qarışacaq. Ondan sonra isə nüvələr birləşib və ziqot əmələ gətirəcək. Yəni 3, 1. Yəni cavab da burada A bəndi. Ulutrix üçün doğru olan. Bütün hüceyrələrində xromatofor var, xeyr. Axırıncı hüceyrəsi xromatoforsuzdur, ölüdür. Bütün hüceyrələrində nüvə var, xeyr. Axırıncı hüceyrəsində nüvə yoxdur. Qametləri 2 qamçıldır, bəli. Zoosporları 4 qamçıldır, bəli. Qeyri-cinsi çoxalma zamanı yeni yaranan sap bilavasitə qamçısız spordan, xeyr, yanlışdır. Çünki qamçısız spor qeyri-cinsi yox. Cinsi çoxalma əmələ gəlir. Bir qamçısız spor bir yeni ulutrix hesabına başlanğıc verir. Bəli, doğrudur. Eyler-Venn diaqramına əsasən X3-ün düzgün ifadələri seçin. Xlorella və xlamidamanada qırmızı gözcə malikdir, aktiv hərəkət edən xlamidamanada. Bir hüceyrəlidir hər ikisi. Yığılı başdan vakol var hər ikisinin. Burada səhv eləmirəmsə, əgər səhv eləmirəmsə, cavabı yalnızca xlamidamanadaya veriblər, amma mən bunu düzgün qəbul etmirəm. Çünki bütün bir hüceyrəli canlılar kimi xlorella yazığında ifrazat, yəni yığılı başdan vakol olmalıdır ki, o ifrazat edə bilsin. Yəni, misal üçün, biz öyrənirik, heyvanları öyrənəndə orada biz deyirik, infisor tərəfdə 2 də yığılbaşdan vakol var. Amöbdə deyirik, bir dənə dairə şəkli yığılbaşdan vakol var. Amma yaşlı evqleyanda adını çəkmirik. Yəni, bu demək deyil ki, yaşlı evqleynanın yığılbaşdan vakolu yoxdur. Bəs bu yazıq necə ifrazat edir? Yəni, onun kimi də xlorellada. Sadəcə xlamidamanada 2 dənədir, biz onu xüsusi vurğulayırıq, amma xlorellada da mütləqdir ki, var və yığılı başdan vakolu yalnızca xlamidamanadaya yazmaq qətiyyətlə düzgün deyil. Avtotrof yolla qidalanır hər ikisi. Əlverişsiz şəraitlə cinsi yolla çoxalır. Xlorellada cinsi yolla çoxalma yoxdur. Cinsi yolla çoxalır yalnızca xlamidamanada və baxaq bir də baxaq. Əlverişsiz şəraitlə cinsi yolla bəli düz oxuduq. Bax, bu tip nüansı da həmişə diqqət edin. Ola bilər ki, burada yazardı, əlverişli şəraitlə cinsi yolla çoxalır. Yəni, bizi çaşdırmaq, bəlkə də diqqətimizi yoxlamaq adına, amma biz baxmalıyıq. Xeyr, əlverişsiz şərait, hə, deməli, rahatlıqla yaza bilərik. Qamçıların köməyi ilə hərəkət edir. Yenə bu da xlamidamanadadır. Davam edirik. Növbət 38. Sxemə əsasən yanlış olan ifadələri seçin. Xlorella qamçı vasitəsilə fəal hərəkət, xeyr. Deməli bir səhvdir. Qırmızı gözcük, bu da xeyr. Avtotrof qidalanma, bəli. Cins yolla çoxalma, xeyr. Yanlış olanlar oldu. 1, 2, 4. Mikrobiologiya dərsində müəllim tələbələrə
Təllomunda müxtəlif rəngli pigmentlərə malik xromatoforlu ibtidai bitkilərdən hazırlanan maddədən bəhs etdi. Həmin maddə eyni zamanda qənnadı sənayesində istifadə olunan aqar-aqardır ki, məhz qırmızı yosunlardan alınır. Yanlış fikirləri seçin. Bu bitkilərin digər nümayəndələrindən yod, kalium duzları, selluloza və s. istehsal olunur. Bəli, doğrudur. Bu bitkilərin, yəni yosunlardan yod, kalium duzları, selluloza, spirt və sirkə turşusu əldə olunur. Yəni bir doğrudur. İki membranlı quruluşa malik xloroplastdan malikdirlər. Xeyr, ilk dəfə təkamüldə əmələ gəlir iki membranlı deməli xloroplastlar məhz mamırlarda. Bəzi nümunələrdə sarılıq və raxit xəstəliyi müalicəsində istifadə olunan dərman hazırlanır. Bəli, doğrudur. Laminariyadan hazırlanır sarılıqda və raxitdə. Bu bitki qrupları yalnız qeyri-cinsi yol çoxalma qabiliyyətinə malikdir. Xeyr, biz axı o boyda cinsi çoxalmadan danışırıq. Xlamida monada, dulotrexdə və s. 40. Xlamidamana dallarının cinsi çoxalması zamanı 16 ziqot əmələ gəlmişdir. Ziqotların bölünməsi zamanı alınan orqanizmlərdə cəmi neçə qalmış olar? 16 ziqot əmələ gəlibsə, meyoz yolla bölünəcək 16 vurulsun 4, cəmi 64 dənə yeni orqanizm əmələ gələcək. Hər orqanizmdə 2 qalmış olduğu üçün 128 dənə yeni orqanizm əmələ gəlmiş olacaq. Sual nömrə 41. Ulotrikslərdə bölünməyən və yaşıl rəngi olmayan 8 ədəd hüceyrə var. Deməli, burada cəmi 8 dənə ulotriksimiz var. Bu ulotrikslərin əmələ gəlməsi zamanı mayalanmada bilavasitə neçə qamit iştirak edib? 8 dənə yetkin orqanizm varsa, əmələ gəlmişdir 2 dənə ziqotdan. Çünki deyirik, bir ziqotdan 4 dənə qamçısız spor əmələ gəlir. Deməli, 8 dənə qamçısız spor əmələ gələcək 2 dənə ziqotdan. Hər ziqotun da yaranmasında 2 dənə qamit iştirak edəcək. Yəni 2 vurulsun 2, cəmi 4 dənə qamitimiz iştirak etmiş olacaq. Cavab 4. Xlamidamanadanın cinsi çoxalması zamanı əmələ gələn qamit, deməli, 2x sayda qamit iştirak edir. Bu 2x sayda qamit bir-birindən birləşir, x sayda ziqot əmələ gətirir. Və sonra da həmin bu x sayda ziqotda meyoz yolla bölünərək 4x sayda yeni yosuna başlanğıc verir. İndi bunların cəmi hamısı bərabər olmuşdur, 70. Mən buradan dərhal tapıram ki, x bərabərdir 10. Deməli, 7x bərabərdir 70, x bərabərdir 10. Qamiti bizdən soruşur. Qamiti ən birinci yazdığımız idi. O da bərabərdir 20-yə. Yəni, 2x-imiz də bərabərdir 20-yə. Və 43 konjugasiya prosesində iştirak edən sporogira yosunundur. Yaranan ziqot sayı, ziqotdan yaranan sporların xromosom dəstlərinin cəmi 20n. Hər, deməli, ziqotdan yaranan hər sporun xromosom dəsti n olacaq. İndi burada 20 dənə 20 n-dirsə, deməli 20 dənə yaranmışdır. Bu 20 dənə də meyoz bölünmədən yaranmışdır deməlidir. Deməli burada iştirak edən ziqotun sayı 5 dənədir. 5 dənə ziqot iştirak etmişdir. Əmələ gələn fərd sayda və 20 dənə buradakı spordan, necə ki biz o iki qat məlumatda deyirik ki, dişi bitki orqanizmində yumurtacıqda meyoz bölünmədən biri böyük, üçü balaca olur. 3 dənə balaca tərəf olur, bir dənə böyük qalır. Eyni ilə bunu biz ilk dəfə görürük sporogirada, yəni təkamüldə ilk dəfə görürük bu prosesdə sporogirada ki, bu 20 dənə əmələ gələn spordan 4də biri qalır, yəni 5 dənəsi. 4də 3-ü isə tərəf olur və heç bir işə yaramır. Cavab cəmimiz. Cəmi bizdən istəyir. Hə, x plus y-in cəmini istəyir. Cəmi də bərabərdir 10-a. Və bu sual 2024-də idi səhvlərim. Hə, ötən il idi. 2024-ün qəbul sualı idi bu sual. Belə, bu qədər yoldaşlar. Növbəti izahatlarda görüşənədək uğurlar.